Ömərin şəhid olduğunun 4-cü günü nənəsinin ürəyi dözmədi, vəfat elədi. İlk nəvəmizdir, bizim ürəyimizdədir o, hər zaman ölməyib, yaşayır. Ömər haqqında danışılası çox şeylər var. Ömər evdə ərkə söyün, hər istədiyini elətdirən, daha çox nənəsinə arxalanan, belə bir uşaq idi. Əskərliyə getməyə o qədər istəyirdi ki, inanın, hələ 10-15 yaşı olanda istəyirdi ki, gedə adın yazdıra ki, məni əskər aparım. Biz evdə gülürdük ki, olmaz da 15 yaşında kimi əskər. Deyirdi ki, əskərliyə tez getmək istəyirəm. Hər şeylə maraqlanırdı, hər şeylə. Bax, idmanla, nə bilim, ən çox danışırdı ki, mən hərbiyə gedəcəm, Qarabağımızda vuruşacaq, müharibə olacaq, bilirəm, mənə çatıbdır, elə bir duymuşdu müharibə olacağı günləri. Bu hərbi xidmətə gedən gündən xoş sədaları gəldi. Komandirə ilə mən bir ata olaraq danışırdım, əlaqə saxlayırdım. Ömər necə uşaqdır, özünü necə aparır, nə edir? Həmişə onun mərdliyindən, dilavəri olmağından, hər işin öhdəsindən gəldiyindən danışırdı bizə ki, belə bir oğul tək-tək olur. Bir dəfə danışanda dedi, xala, sən yaxşı bilərsən, mənim gələcəyim necə olacaq? Onun bir sevdiyi qız var idi, çox sevirdi o qızı. İstəyirdi ki, gəlsin, nişan eləsin. Dedim, Ömər, inşallah müharibə qutarar, salamat gələrsən, atan sənin üçün toy eləyər. Bir xeylim durdu, dinmədi. Sonra ah çəkdi, dedi, xala, xəyal qurma. Elə bil ki, Ömər şəhid olacağın, qayıtmayacağın bilirdi. O qədər inandırmışdı ki, məni, heç nə olmaz, heç nə olmaz, ana qorxma, heç nə olmaz. Mən İnanmırdım ki, ona nəsə olar. O qədər o cür danışırdı ki, mən Öməri dəmirdən, canın, poladdan bilirdim ki, ona həqiqətən də heç nə olmazdı. Hər gün bizlə danışırdı. Hər danışanda mən dözə bilmirdim, ağlayırdım. Elə olurdu ki, o 3 gündən məndən danışmırdı. Xalalar deyirdi ki, Ömər nənən narahatdır. Dedi, nənəm danışıb ağlayanda ürəyim pis olur. Bir dəfə narazıçılıq eləmədi, bir dəfə demədi ki, burada yerim narahatdır. 18 yaşı olduğuna baxmayaraq şir ürəkli bir oğul idi Ömər. Həmişə bizə təskinlik verirdi. Həmişə bizləri qorxmayın, çəkinməyin, artıq biz tam qalibik. Heç vaxt bir dəfə demədi ki, ata burada vəziyyət çətindir, ata burada nəsə uyğunsuzluq var, ata burada kimsə kiməsə fərqlidir. Yox, həmişə bizə deyir ki, narahat olmayın. Hətta bir dəfə dedi, Allah prezidentimizin canını sağ eləsin, Mehriban xanımın canını sağ eləsin. Dedim, nəyə görə deyirsən bunu? Dedi ki, bizə neynəməlidir? Bütün silahları, sursatları, ən yeni texnologiya ilə olan hər bir şeyi bizə eləyir. Bizdən nə gedir? Sadəcə irəli getmək, torpaqlarımızı almaq. Alacağıq dedik. Sonra Cəbrailə gedəndə Xudafərin körpüsünü görəndə deyirdi ki, ana biz bunu kitablarda görürdük. Zirvələrini alıb qara bulutlar, vətən uğrunda ölməyə hazırıq biz aydaqlar. Şaman zirvələrini alıb qara bulutlar, vətən uğrunda ölməyə hazırıq biz aydaqlar. Yadımdadır, 8-ci sinifdə oxuyanda Qarabağ tarixi dərsi keçirdim. Onda Ömər xəritənin qarşısında işğal olunmuş əraziləri tarixi ilə söylüyürdü. Şuşa onun üçün maraqlı idi. Deyirdi, müəllimə, Şuşanın işğal tarixini hansı dəqiqədə soruşsalar bilirəm. Və xahiş elədi ki, Qarabağ xanlığı haqqında onlara məlumat verim. Mən Qarabağ xanlığı haqqında məlumat verəndə Ömər mənə belə bir sual verdi.
müəllimə, bir halda ki, bu Qarabağ xanlığı o qədər güclü olub, Şuşa alınmaz qaladır, möhtəşəmdir və nəyə görə bu Şuşa işğal edildi? Mən onda Ömərə belə cavab verdim ki, o zaman Azərbaycanın indiki kimi güclü ordusu yox idi, iqtidarımız indiki kimi möhkəm deyildi və əvəzində Ömər mənə belə bir sual verdi ki, müəllimə, inanırsınız ki, bir gün o torpaqlar işğaldan azad ediləcək? Yəni Şuşa azad ediləcək. Mən də dedim, əlbəttə ki, inanıram. Qayalardan o yana qələbələ dönəcəyik məni Düşmənlər su çənlərini deyirdi, boşaldıb gedirlər. Yeməkləri bol idi. Prezidentimiz çox sağ olsun, onlara yaxşı baxırdı orada. Amma su cəhətdən biraz idi. Gedib özü bir su tapmışdı. Onu o qədər sevincək bizə zəng vurub derdi. Dağların başında su tapmışam. Əskər yoldaşların yığıb aparmışdı ki, içməli sudur. Gəlin gedin. Uşaqlar hələ də deyirlər ki, o qədər o bizə şey idi ki, biz o bulağın adını istəyirdik ki, hətta qayıdıb gələndə də deyirdik ki, Ömər sənin adı qoyarıq o bulağa. Mühasirədən çıxandan sonra bizlə danışanda dedi ki, ana qorxma ginan, bəs biz Allah saxladı bizi, biz mühasirəyə düşmüşdük. Dumana düşüb yolu səhv getmişdilər. Biz deyir, görmədik. Bizdən 200 metrə minamyot düşəndə biz bildik ki, yolu səhv gəlmişik. Komandir bunlara əmr verib ki, düşün meşələrə dağılın. Biz deyir, elə maşından düşüb meşələrə dağılmaz maşınlarımızı vurdular. Mühasirəyə düşüblər. Orada mühasirədən çıxandan sonra bunlara məlumat gəlib ki, bizim tabor komandiri deyirlər də, komandir bir nəfər başqa zabitlə qalıb mühasirənin içində və bunlar oranı vurmalıymış ki, onlara çıxsın da orada. Yəni o hansı erməni postlarını vurmalıymış. Əskər yoldaşı şəhidin ziyarətinə gələndə deyir ki, mən gəldim ki, Ömər həm mərmini özü gətirir, həm topa yerləşdirir, həm də atır. Özü də topun derində olar bilir də, mərmini yerləşdən sonra onun ağacı var istəyirsən. Ağacla basmalısan ki, geçsin, otursun ki, yerinə sonra atılsın. Deyir, Ömər onun hamısını əllə eləyirdi. Deyir, mən gəldim ki, əlləri qanın içindədir. Deyir, dedim ki, Ömər, sən niyə belsən? Deyir, sənin xəbərin var, bizim komandir çıxmalı, deyir orada. Bir neçə dəfə Şuşada telefonla danışanda deyirdi ki, girdik, nə bilim, evdə gizlənən ermənilər vardı. Girdik, batırdıq, qırdıq hamısını. Bir dənəsi də bizə gül ata bilmədi. Yəni, ürəkli ölümün üstün, ölümə də ürəklə gedirdi. Gözünün qabağında deyirdi ki, bilirəm, gedəcəm, ölmüsəm də getməliyəm mən bu yolu. Gəlmişəm, sona qədər vuruşacağım. Sonu da məlumdur sizə. Qələbəsiz dönmərəm məni gözlə hayana. Qapı döyüldü, Ömər otağa daxil oldu. Ömər otağa daxil olanda şagirdlər onu salamladı. Şəhidlər ölməz, vətən bölünməz. Gülümsədi, dedi müəllimə, nə gözəl salamladılar məni, mənim lap şəhid olmağım gəlir. Dedim, yox Ömər, elə demə, mən sənin şəhid olmağını yox, şahid olmağını istəyərəm. Bəlkə də başqaları deyəndə ki, evladıma bir şey olanda duyuram, inanmazdım. Amma mən onu duydum. Hətta dilimə də aldım ki, Ömər yaralanıb. Hamı dedi ki, yox, elə söz danışma, o nə sözdür? Dedim, yox. Getdim nənəsinə də dedim, nənəsi ağladı. Atasını yığdı, əmlərini yığdı. Onlar bilirmiş deməklə. Deyirlər ki, yox, heç nə yoxdur. Ömərə atası deyir ki, anan narahatdır. Ömər məni yığdı. Ömər məndən nə cür danışdısa, ana, niyə narahatsan? Dedim ki, Ömər, nəsə səndən narahatam, nəsə yaralanmamısan mı, bir şey olmayıb mı? Qayıtdı ki, yox. Elə söz danışma, nə var ki, necə döyüşdən çıxmışıq, oturmuşuq, heç bir şey yoxdur. Ömər yaralanıb demək, komandiri gəlib bunun yanına ki, yaralıdır da bu əsgərlə bir tanış olsun. Orada komandirə deyib ki, cənab komandir, heç vaxt narahat olmayın, mənə heç nə olmayıbdır. Mən yaralansam belə, mən yenə də heç ağrı hiss eləmirəm. Ancaq və ancaq sizlər özünüzü qoruyun. Yəni bunu komandir mənə deyir ki, hətta o bilirdi nə qədər ağır yaralıb, amma yenə də məni düşünürdü. Komandir deyir ki, məni düşünürdü ki, siz özünüzü gözləyin.
Zəng elədi, danışdı, dedi yaralanmışam ki, mən ağladım, ağladığıma görə. Dedim Ömər qurban olum. Dedi ana elə demə, mən sağ qurban. Nə var ki burada yaralanmışam. İlk yardım olunandan sonra Füzuli xəstəxanasına göndərildi. Orada biz özümüz də getmişdik, oradaydı. 9-u günüz yaralandı, gecə müharibə bitdi. Qələbəni Ömər xəstəxanada eşitdi. O qədər sevindi ki, o vəziyyətdə, o yaralı vəziyyətdə o qədər sevindi, o qədər. Mən demişdim, mən bilirdim torpaqlar bizim olacaq. 30 illik həsrətə son qoydu. Əməliyyat istəyirdi ki, əməliyyatı tez olsun. 2 gün sonra əməliyyat olundu. Əməliyyatdan sonra komaya düşdüm. 44 günlük müharibə Azərbaycan tarixində öz izini qoydu və Ömərlər də orada bir tarix yazdılar. 22-sinin günü səhəri idi. Biz o xəbəri eşidəndə. Bəlkə də həyatımdan çıxartmaq istədiyim noyabr ayı 22-sidir. Təqvimdən belə silmək istəyərəm o gün. Bir dəfə yuxuda gördüm ki, hər yanda güllər var. Mən gülü çox sevdiyim üçün Ömərdən gül istədim. Dedim, Ömər, o güllərdən mənə də ver. Ömər dedi, xalacığım bir arxaya bax. Dönəndə uzun bir qatarın güllərlə getdiyini gördüm. İçində o qədər güllər var idi ki. Baxdım, dedim, Ömər, o güllərdən ver. Dedi, xala, olmaz, o güllərə əl vurmaq olmaz. Aylanda bildim ki, Ömər cənnətdədir. Öten yiğitlerinle eğilmez başın, müqəddəsdi oğluna torpağın daşın. Ömərsiz hər gün elə bilən bir ilə bərabərdir. Hər gün onun yolunu gözləyirik. O hər axşam gələndə birdən darvazanı bağlayırdım, yuxarıdan tullanıb keçirdi. İndi elə hər gün gözüm o darvazada olur ki, Ömər indi gələcəkdir. Döyüşdə olan vaxtlarda onunla danışırdıq. Dedim, nə edirsən, işlərin gücləri orada necə gedir? Dedi, hər şey qaydasındadır, narahat olma, qısa zamanda da bütün hər tərəf işğaldan inşallah azad olunasıdır. Dedim, bütün hər kəs sizlər üçün də dua edir. Mənə dedi ki, mənim burada bir dənə ən əsas arzum var. Dedim, nədir o arzum? Dedi, müharibə qurtarmamışdan öncə mən bir dənə erməni kəşfiyyatçısıyla silahsız üzbəyüz gəlmək istəyirəm. Soruşdum ki, Ömər, bəs sənin qüvvən ona yetər? Cavabında mənə dedi ki, inan ki, əlimi qolumu bağlasalar, onu dişlərimlə parça-parça eləyərəm. Dedim, bəs silahla öldürə biləcəyin təqdirdə niyə qarşı-qarşıya bir mübarizə istəyirsən? Dedi ki, mən istəyirəm ki, onu başa salım ki, heç bir şəraitdə erməni xalqı Azərbaycan xalqı ilə yarışa bilməz. Sonuncu gün o Şuşaya gedirdi, mənə zəng elədi. Məndə şəraitim elə bir şəraitdədir ki, heç bir şəkildə danışa bilməyəcəkdim. Telefonu açdım, ona dedim ki, 5 dəqiqə ərzində səni yığarım. Dedi, yaxşı. 5 dəqiqə keçdi, Ömərə qayıtab zəng elədim, telefonumu götürmədi. Sonra eşitdim ki, Ömər yaralanıb və bir müddət sonra şəhidlik zirvəsinə ucaldı. Yaxınları, qohumları, ailəsi, hər kəs danışanda dedi ki, Ömər Şuşaya getməmişdən öncə hər kəsə zəng eləyib sağollaşırdı. Ki, artıq orada danışa bilməyəcəm. Mən onda başa düşdüm ki, Ömər mənə də zəng edəndə sağollaşmaq üçün zəng eləmişdi. Sadəcə olaraq mən onunla sağollaşa bilməmişdim. Et bu zəhməti bizlərə, şəhid qardaşım, milletimin qeyrəti. 18 yaşında bir əskərin, bir uşağın içində nə qədər vətənpərvərlik var imiş. Gedərkən Allaha əmanət ol deyib. Bu otaq Ömərə həsr eləmişik, yəni onun şəkilləri ilə onu özümüzdə yaşadırıq, xatirələrin.
və cənab prezidentin sərəncamına əsasən şəhidlərin adına əbədiləşdirilməsi ilə bağlı Ömərin də adına qəsəbəmizdə küçə verilibdir. Orada onun hətta küçə başında bulağı da düzəlibdir. Biz onların xatirəsini heç bir zaman unutmayacağıq. Bəli, Ömərin dediyi kimi, Ömər özü dedi ki, şəhid olmağım gəlir. Sanki bu ona Allah Taala tərəfindən deyilmiş bir söz idi. Ömər şəhid oldu. Şəhidlər ölməz, vətən bölünməz. Halal et bu zəhməti bizlərə, şəhid qardaşım. Yuxuda gördüm ki, Ömər dirilib, oyanıb, gəlib mənim yanımdadır artıq. Mənlə qucaqlaşdı, xeyli söhbət elədik, dərdləşdik. Sonra dedi ki, gedirəm. Dedim, bəs Ömər, nə üçün gəlmişdin? Dedi, mən bilirdim ki, sən məndən sağollaşa bilmədiyin üçün çox narahatsan, səndən sağollaşmağa gəlmişəm. Eləncə məndən sağollaşdı, getdi. Səhər yuxudan ayıldım, sanki həqiqətən də o məndən real həyatda sağollaşmışdı. O yük üstündən artıq götürülmüşdü. Bu hər bir əsgərin belə deyək ki, vacib olan kitabçasıdır. Burada da Ömər öz kitabçasında, nə bilim, sevgilisi olub ona məktub yazıb, anasına olub məktub yazıb anasına. Və bir də ki, hansı ki, bu əsgərlər arasında bu günlərin qaralanmasıdır. Təqvim deyirlər ona. Neçə gün qalıb, neçə gün qalıb. Həmən vaxt bu ilə noyabrın 9-una qədər qaralamışdı səhər-səhər və ondan sonra da elə yaralanmışdı. Yuxumda görürəm Ömər dağlıq yerdir. Nağıllarda olan kimi şəlalələr var. Çiçəklər, ceyranlar. Yerdə də süfrə sərilir. Mən durduğum yer amma orada heç bir yaşıllıq yoxdur. Torpaqlıq bir yerdə durmuşam. Ömər qarşıma gəlir oracan, mənim əlimdən tutur. Həmin özü olan yerə çəkir, aparır. Heç nə danışmır, amma sadəcə məni qucaqlayır. Elə məni qucaqlayır, aparır həmin o süfrəyə. Həmin o yaşıllığa, bulağın başına gedirik. Eyni yuxunu dəfələrlə görürəm. Yaşamaq bizim üçün yaşamaq deyil, amma onu yaşatmaq üçün nə yol yaşayaq. Öməri daim yanımda hiss eləyirəm. Sadəcə yoxluğuna dözə bilmirəm.